Gəl. Alma gələn sualları ver. Şərəfə. İlk sualım elə o sualdan başlayıram. Qorxmasaydın nə edərdin? Qorxmasaydım tək başıma səyahətə çıxardım. Özü necə səyahətə çıxardım? Yəni çox pul belə də, yəni çox pulla yox. Çantamı atardım belimə və yolda qərar verərdim hara gedəcəyimə falan. Yəni tək başıma səyahətə gedərdim. Necə gedərdin? Belə avtostopla yoxsa Yox, normal yolla, məsələn, ya qatarla, ya nə bilim, lazım olanda avtobusla, lazım olanda samolyotla falan. Amma dediyim kimi o adrenalini hiss eləmək istəyərdim. O yeni insanlar orada tanıyım yolda, yəni plansız. Çox plan qurmadan. Çünki çox vaxt qurulan planlar heç olmur. Yəni onu bir gün eləyəcəyimi amma düşünürəm. Məncə eləyəcəm. İndi mən sənə verirəm. Ya. Utanmasan nə edərdin? Ayda. Utanmasaydım avtostop eləyərdim. Mən bu avtostop eləməyə o qədər utanıram. Utanmasan avtostop eləmək nə var? Okay, avtostop İndi mən eləyərdim. Ölkə içi eləyərdim, yoxsa ümumiyyətlə eləyərdim? Fərqi yoxdur. Yəni onu hər yerdə utanıram. Avtostop. Avtostop. Bəlkə də ölkə içi eləyərdim. Ölkə xaricində daha rahat eləyərəm bunu. Burada eləmək mənim üçün çətindir. Avtostop eləmək mənim üçün çox çətindir. Aha. Məsələn, balaca və ən çox nədən qorxurdu? Fiziki olaraq yoxsa ümumi olaraq? Ümumi. Heç birisinin cavabı. Heç birisinin cavabı yox. Vaxt qazanmaq üçün söylüyorum. Balaca olanda ən çox nədən qorxurdum? Qorxusuz bir uşaq idim məncə. Mən ən çox ailədəki söz-söhbətdən qorxurdum. Hər şey dağlar deyə də. Yəni birdən atamla anam dava eləyər, nəsə olar belə. Ailə ilə bağlı elə qorxularım var idi. Belə də ki, yerdə atamla anamdan qorxurdum. Çünki görəcə nəsə eləyirdim, sonra onlardan qorxurdum yəni. İndi mən verim sağ. Əgər dünyada tək olsaydım, heç kimin olmasaydı, tək olsaydım, qohumun, bacın, anan, heç kimin olmasaydı, tək olsaydın, nə edərdin, necə hiss edərdin? Biraz. Yəni nə vaxtsa olub, sonradan yoxdur, yoxsa Yo. doğulandan və Tübələk kimi. Nə fərqi var onun? fərqi var da, itirmiş bəlkə olsaydım. mən onu öyrəşmişəm, yoxsa sonradan olur. Bilmirəm də. Amma məsələn, tamamilə tək olduğumu düşünəndə əslində bir rahatlama gəlir, nə yalan deyim. Amma yenə də bizim cəmiyyətdə yəni nə qədər olmağı daha yaxşıdır məncə. Olsun. Niyə? Olmasaydı pis olardı. Çünki qohumlarımız biz niyə istəmirik? Mən zaten qohumlarımız çox da yoxmuş. Resim keseceğim. Resim keseceğim. Qohumlar bakır. Qohumlarınız olmasa nə hiss edərik də? Rahatlıqda, bildin necə rejimizə deyil, işte heç bir məsuliyyət daşımırıq falan. Amma yenə də bir cəmiyyətdə olsa məsuliyyət daşıyırıq hamıdan. Ona görə çox da bir fərqi yoxmuş kimi gəlir mənə. Tamam. Okey, başqa ölkəyə getsən. Tək yaşaya bilərsən belə cücük kimi. Cücük tək yaşayır. Cücük nədir ümumiyyətlə? Başqa şey demirəm də, yəni cücük kimi də. Nələsə. Yox. Mən çox Mən sıxılaram. Yox, mən insansız sıxılaram. Məsələn, heç istəmirsən bütün dostlarınla hamısını qırılasan. 100%. Amma eləyəməmsən. Yox. Bütün dostlarına üzr istəyirəm. Yox, elə adamın elə məqamları olur ki, sən yox olsun amma. Yox olsun, nə çəkin məndən. Əslində heç sən heç nə eləmirsən, sadəcə beynin çox qədər dolur və sən olur, üzr istəyirəm dostlarımdan. Yəni belə çox dostum yoxdur. Elə deyə çoxu gedib. İndi ona görə əsas yaxınlar qalıb, onların da heç bir yox olmağını istəmərəm. Hansı gücünün olmağını istəyərdin? Qeyri-adi bir güc. Beynimin içini açıb, istədiklərimi götürmək, istədiyim şeyi ona qoymaq istəyərdim. Maraqlı. Deyil, maraqlı olardı səncə? Məncə olardı, onsuz da eləyirik bunu. Burası çox zaman alır da. Ona görə deyirəm ki, məsələn, lazımsız orada xatirələr var. Ya da ki, hisslərlə də bağlı ola bilər. Bax, hisslərimiz var. Kin, nifrət, əsəb, qəzəb, nə bilim nə. Bunlardan qurtula bilmək üçün sən ərimiş falan olmalısan da, yəni. Və onu bəlkə də o istəyərdim olsun. Onu məsələn, Elə o bir kini gücün belə olsun. şeylə götürüm oradan. Görür, o hiss eləmir. Çox əlləşirik hisslərlə, yox? Yəni insan çox hissləri ilə əlləşir. Yəni nə görə 3 günlük həyatım var yəni. O Maraqlı. Mən özəl gücüm olsaydı, yəqin ki, şey istəyərdim. özünə görə verir bir sual. Özə
Canlandırsın diye. Bir daha ağla gəlgən. Mən nə istərdim? Necə bir özəl gücüm olsa istərdim. Mən istərdim ki Hayır barzal dəyəvə. Lampada cilim olsun istərdim. Köləm olsun. Lampada cilim olsun. Ne istedin onu? Şeref geldi. İmkanlı insanlar. Bu kızım bu. Vizyonsuz köpek. Ondan sonra problemler 70% hallolacak. Kalanı pulum olsun, pulun içinde hislerimi özüm çıkartırım. Lazım değil. Sen pul olmasa sonra bence hiç kime karşı hiçbirisi. Bütün işler bence pulsuzluğundan evine gel. Şimdi sen bir. Axırıncı sual verirəm. Sorsan bir axırıncı olursa. Ne oldu da? En sevdiğin nağıl qəhrəmanı hansıydı uşaqlar? Qoğal. Ne? Qoğalı çok sevirdim. Qoğalın nağılını. Nağılın özünü sevirdim. Ama qəhrəman olarak Uzun Corab Pepin. En sevdiğim. Ha, demişəm yəqin sənə nə baxsa. Uzun Corab Pepini oxumusunuz mu bilmirəm. Sən oxumusan? Bu belə bir qız idi. O tətildə gəlirdi qızların yanına. Uzun corabları var idi. İki dənə hörüyü və üzündə çilləri. Qırmızı da saçları var idi. İndi məndə olduğu kimi. Çok sevirdim onu. Çok sevirdim. Çok vetsiz idi. Maceraları yaşayırdı. Mən bayılırdım ona. Bir də şey sevmişəm. Nağıl qəhrəman deyil bu. Yəni ki, sadəcə oxuduğum bədii kitabdakı qəhrəman Tom Sawyer'i çox sevirdim. Mənim ilk oxuduğum oydu. Tom Sawyer, sonra Peter Pan, Winnie Pooh. Neyse. Zamanda seyahat eləmə imkanı olsaydı hansı zamana gedərdin? Və niyə? 60-cı illərə falan getmək istəyərdim. Bilməm niyə. Oradan. Şey kimi mənə gəlir. Bu 80-cı illər də ola bilər. 80-lər. 60-lar da ola bilər. Daha qayğısız kimi gəlir onlar mənə. Yəni bax 41-45 vaxtı Türkiyədə müharibələr zat 30-cu illərdə də filan ya da 90-cı illərdən o tərəfdə də şey söhbətlər. Məncə 60-cı illər insanların daha belə rahat olduğu dönəm olur. Tamam, onu da sualını dəyişdirim başqa cür. Çünki ağlıma özüm Yenə olsa yenə də özü üçün verib sualı. kimin uşaqlığını görmək istəyərdin? Balaca vaxtı həmişə mama uşaqlığını görmək Mən də istəyirdim. mən istəyərdim o uşaqlığını görmək. Onu anlamaq üçün bəlkə Maraqlı də. gəldi mənə ki, yəni görsən necə olur. İndi spesifik bir insan yoxdur yəni uşaqlığını görmək. Bəs indi hal-hazırda sevdiyim insanlar var. Onların hamısı uşaqlığını gelib görmək istəyərdim. Maraqlı. Daha yaxşı bəlkə başa düşərdim onlardan. Yəni empatiya qurardım. Belə Öz bir- uşaqlığıma da istəyərdim. Öz uşaqlığıma görmək. Belə bir gücüm olsun istəyərdim ki, hər kəsin uşaqlığını görə bilim. Hə. Onda o insanlarca rahat başa düşərdik. Çox. İşarələr eləmir. Sağ ol, sağ ol.